Başqa birisi danışır. 2 dəfə evlənib, ikisində də boşanıb. Heç biri bunu ziyarət eləmir. Övladları barəsində bu adamın fikri bu idi ki, yəni bunlar məni puluma görə istəyirlər, çünki ancaq işləri düşəndə mənə zəng eləyirlər. Deyir, məsələn, ola bilər anasıyla problem yaşadım, ancaq nə oldu, ikisi də bu cür çıxdı və yaxud da uşaqlar hamısı mənə bu cür baxır və adam ağır bir depressiyadadır və bu fikirləşir ki, mən bir ahıllığa doğru gedirəm ki, orada məni tənhalıq gözləyir. Və bu da mənim istədiyim dünya deyil, mənim istədiyim həyat deyil, istədiyim insanlardır və mən təkəm və mən qocalanda bir xəstələnəndə o dərmanı mənə verən başımın üstündə görən kim olacaq? Və adam bunu düşünür. Bir neçə vaxtdan sonra bunu gördüm, vəziyyəti düzəlib. Dedim ki, neynədin ki, vəziyyətin düzəldi də? Birinci psixiatrın yanına gedib, ikinci özümdə bunu qəbul elədim ki, həyat budur. Və deyir, öz gözləntimi real mərhələyə endirdim və bunu qəbul elədim ki, həyat yoldaşı səni sevməyə bilər, o səni pula görə də istəyə bilər, uşaqları da səni pula görə istəyə bilər, maddi maraqlarına görə. İnsandır. Və deyir, öz ideal ailə modelimi saldım aşağı. Ətrafa, dostlara, həyata, problemə, işə bütün baxışımı reallaşdırdım. Yəni bizim bəzən real həyatımız beynimizdə qurduğumuz o illüziyavari həyatdan ciddi şəkildə fərqlənir.